Değerli izləyicilər, sizə indi bir görüntü təqdim edirəm. Paralel olaraq ekranlarınızda görəcəksiniz. Bu görüntülər Ramana qəsəbəsində çəkilib. Burada söhbət nədən gedir? Deməli, həmin orada Taksim Market deyilən ərazi var. Butapalasdan 1 kilometr falan məsafədə yerləşir. Orada bir döngə var, işıqfor var və yolun görüntülərdən də gördüyünüz kimi heç bir zolaqlanma və s. işlər demək olar ki, görünməyib. Amma orada səki də düzəməlli bilinməsə də, bax o kamera ki görürsünüz, svetoforun düz böyründə, o kameranı oraya yerləşdiriblər, quraşdırıblar təzəlikcə və 2 bal 60 manat cərimə. Sən gəl əvvəlcə bu yolu doğru düzgün hələ mənə təhvil ver, vətəndaşa təhvil ver. Orada bir zolaq yox, xətt yox, bir şey yox. Allah ümidinə hər kəs o yolu gedir, gəlir. Nəticə etibarilə sən nə edirsən, amma 60 manatdan cəriməni yığırsan. Orada haradadır o səki? Ümumiyyətlə, səki meyarları nə qədər yoldan hündür olmalıdır? Mən necə sürücü olaraq bilə bilərəm ki, bu səkidir, yoxsa yolun bir hissəsidir, necədir, nə cürdür? Və yaxud da hansısa obyekt öz, nətər deyərlər, ərazisinə rahat maşın saxlasın, ticarətin eləsin deyə o səkini aşağı endirtdirib, necə edib biz bilmirik. Amma bütün hallarda burada haqqı pozulan, hüququ pozulan vətəndaşdır. Və görüntüdən də görünür ki, yolda bir dənə zolaqlanma həyata keçirilməyib. Çox maraqlıdır, həmin yol ümumiyyətlə ayda az qala 2 dəfə asfaltlanır, nə bilim olur, yenə də eyni problemlər var, çünki keyfiyyətli edilmir. Çünki orada zolaqlanma işləri də keyfiyyətli görünmür. Amma kameranı tez gətirib yapışdırırsınız sonra. Bəstirində insanların cibini bu qədər soymaq, talamaq olmaz axı. Oradan məsələn, mən yolu geri dönüb qayıtsam, məni cərimələyərsiniz. Amma o yolu geri dönüb qayıtmaq olarmı, olmazmı? Onun haqqında da heç bir işarə yox, nişan yox, o yox. Hə, tamam, svetofor var, stop qoymuşsunuz filan. Amma bu yol bu gündədir, bu vəziyyətdədir. Bunu indi mən necə bilə bilərəm ki, orada səki haradır? Çünki səki ilə yolun hündürlük məsafəsi heç 5 sm yoxdur. Bir çox yerlərdə yolla səki bitişik. Amma orada avtomobil saxlayırsan, gəlirlər, gəlməyə də ehtiyac yoxdur, kameranı qoymusunuz, hazır cərimə maşındır da, pul kəsən maşındır, yazır. İnsanları bu qədər incitməyin. Ramana Bakının ətraf ərazisidir. Orada qalanların əksəriyyəti sosial durumu elə də yüksək olmayan, bir çoxu kirayədə qalır, fəhlə işləyir, ora, bura, nə bilim, indi birinin bir dənə 011 ya Vaz 2106 bir Jigulisi var, işə gedir filan. Bilməyib, indi səkinin üstə saxlayıb, düşüb dükandan bir çörək alar, ya bir sigaret alar, ya nəsə alar, 60 manatı vurduz onun belinə. Sonra bu qədər insanları, vətəndaşı bu qədər incitmək olar, doğrudur mu bu? Yəni, nə vaxta qədər olacaq bu? Bunu heç olmasa, əvvəlcədən bir o yolu zolaqlayın filan. Bilirsiniz, bu nəyə oxşuyur? Elə bir məkandır, bir kafedir, bir restorandır. Stolu yox, filanı yox. Ayaq üstə nəsə yeyirsən, bir şey heç onda yeyə bilmirsən, gəlir, 200 manat hesab qoyur qabağım. Burada, axı, sənin yolun özü düzəməlli deyil, hələ o kameranı ora qoyduğuna bir vedrə kraska al, oranı bir rənglə, görək nədir, nə tərdir. Bu yolun sağı harasıdır, solu harasıdır, buradan dönmək olar, buradan olmaz. Orada baxın, heç bir zolaq yoxdur da yolda. Və məhəlli, ümumiyyətcə, qəsəbə daxili yollara bu kameraları gətirib quraşdırmaq nə dərəcədə doğrudur? İnsanların niyə bu qədər əsəbləri ilə oynuyorsunuz? Niyə bu qədər insanları incidirsiniz və nə vaxta qədər incidəcəksiniz? Və izləyicilərimdən də xahiş edirəm, bu videonu maksimum şəkildə paylaşın və sizin də hansısa yaşadığınız ərazidə belə problemlər varsa bizə göndərin, bunları ictimailəşdirək.